Bir gün İsa peyğəmbər xalqına səslənib: Ey İsrail oğulları, Rəbbim məni doğrudan da bir elçi göndərdi. Mən həm də məndən sonra gələcək Əhməd adlı peyğəmbər barədə sizə müjdə vermək üçün göndərildim. Dedi. İsa peyğəmbər bu sözü ilə xalqını özündən sonra gələcək son peyğəmbər Muhammed sallallahu aleyhi və səlləm ilə müjdələdi. Bu onların Muhammed sallallahu aleyhi və səlləmi tanıyıb ona tabe olmaları üçün idi. İsrail oğulları digər elçilər kimi də İsa peyğəmbərdən möcüzələr istədilər. Xalqın içərisindən bir nəfər İsa peyğəmbəri məsxərəyə qoymaq üçün dedi: Sən mənim evimdə nələr olduğu barədə xəbər verə bilərsənmi? İsa peyğəmbər Allahın köməyi ilə adama evində gizlədiklərini bir-bir saydı. Adam təəccübləndi və heç nə deyə bilmədi. Sonra İsa peyğəmbər gildən quşa bənzər bir şey düzəltdi və ona üfürdü. Allahın izni ilə insanların gözü önündə o canlandı. Allah hər peyğəmbərə yaşadığı dövrə uyğun möcüzələr verirdi. İsa peyğəmbərin dövründə xəstəliklər çox yayılmışdı. Allah ona xəstələri müalicə etmək möcüzəsini vermişdi. Heç bir həkimin çarə tapmadığı xəstələr İsa peyğəmbərin duası və əlinin təması ilə sağalırdı. Bütün dərdlilər İsa peyğəmbərin yanına gəlir, dərdlərinə dərman tapırdılar. İsa peyğəmbər anadan gəlmə korları və cüzam xəstəliyinə tutulanları da sağaldırdı. Ölümcül xəstələr belə evlərinə sağlam qayıdırdılar. Beləcə İsa peyğəmbər möcüzələr göstərirdi.